Salam hörmətli dinləyicilər. Bu günləri qaldığımız yerdən davam eləyəcəyik. Capital 5-də qalmışdıq. Keçən dəfəki video çox olmasın deyə hissələrə bölüb paylaşacağam. Nəysə davam eləyək ki, çox vaxtımızda başqa şeylərə getməsin. Und jetzt və indi. Caroline findet den jungen ganz nett. Carolina gənc oğlandan sırası xoş gəldi. Sevimli tapdı belə deyək. Nur die Geschichte aus Basel findet sie ein bisschen komisch. Amma Basel söhbəti nəsə biraz gülməli gəldi. Es tut mir leid, ich gehe dann mal, sagt Roman. Üzr istəyirəm, o zaman mən çıxım gedim də. Gehen? Wohin denn? Fragt Caroline. Getməyə hara gedirsən ha kişi? Üzüb gedir, sən deyir hara gedirsən? Nach Hause. Hə, deyir evə gedirəm də. Ich wohne doch hier in Basel. Mən axı Basel'da yaşayıram. Basel'da yaşayırsan. Wir sind schon lange nicht mehr in Basel. Biz artıq çıxıb getmişik. Sənin dünyadan xəbərin yoxdur. Basel'dan çox uzaq. Carolina lacht. Carolina güldü. Aber ich muss nach Hause. Amma mən evə çıxıb getməliyəm axı. Roman dedi. Biraz qapağa verək. Neyse. Kannst du gut schwimmen? Fragt Caroline. Üzə bilirsən sən? Üzə bilirsənsə çıx üzə get də. Schwimmen, üzmək. Warum fragst du? Niyə soruşdun? Bədbaxın dünyadan xəbəri yoxdur. Hayda yayən reklam. Startda duraq. Aha. Ay sağ ol. Mənim istədiyim mövzulara toxun. Carolina ninədir, laxt elədi, yəni güldü. Amma deyir, çıxıb evimə, işimə getməliyəm də. Hardaydı? Warum fragst du? Niyə soruşdun? Üzr istəyirəm. YouTube'un səsin biraz qarışdı ona görə. Wir sind auf dem Weg nach Koblenz. Biz Koblenz'e gedirik. Du kannst natürlich nach Hause schwimmen. Aber das sind viele Kilometre. Əlbəttə ki, sən üzüb evinə gedib çıxa bilərsən, amma bu kilometrlərlə yol deməkdir. Antwortet Caroline und lacht və güldü. Qız da nəsə yaman çox gülür. Und was machen wir jetzt? Bəs indi biz neyniyək? Ich muss nach Basel. Biz Basel'ə getməyək. Roman istəyiruz. Artıq Roman biraz həyecanlanmağa başladı. Narahat olmağa başladı. Wir gehen jetzt zu meiner Mutter in die Küche. Biz indi anamın yanına, konadakı anamın yanına gedəcəyik. Sie hat immer eine gute Idee. Onun həmişə yaxşı ideyalar var. Komm, gəl. Keçdik burada artıq Capital Z-ə, yəni Capital 6-ya. Ein blinde Passagier. Yad pasajirdən söhbət gedir. Mama. Ja, Caro, was ist denn? Hə, Caro, nə olub? Hast du die Getränke geholt? Sən içkin gətirdin? Oh, nein, yox. Die Getränke sind noch im Vorratsraum. İçkilər hələ də zirzəmidədir, aber ich habe etwas anderes. Amma mənim başqa bir şeyim var. Yəni demək istədiyim başqa bir şey var. Was denn? Vielleicht Schokolade? Nach? Bəlkə şokolad? Nein, Mama, es ist keine Schokolade. Yox, ana, bu şokolad deyil. Was ist es denn? Bu nədir axı? Mama, es ist so... Mama, bu deyir nöqtələr. Ich gehe in den Vorratsraum. Mən zirzəmiyə getdim. Ich schalte das Licht ein. Mən işığı yandırdım. Und və und da ist dann və o zaman was ist da?
Neydi? Carolinas Mutter wird langsam nervös. Artıq Karolinanın anası səbri çatmır da. Ay qız söz deyirsən, de qutar görək nə demək istəyir. Ein blinder Passagier. Eee, Blinda. Gəlin bunu tərcümə edeyim. Sonra yad pasajir kimi gedir. Amma tərcümə edək ki, sizə də informasiyanı düzgün çatdırmış olum. Pərdinət. Kör. Mən də əslində kör düşündüm. Kör pasajir nə demək? Nəysə, davam edək. Çox üstündə qalmayaq. Ola bilsin hərfi işlənən bir mənadır. Ein blinder Passagier, bir kör pasajir anası dedi. Eine fremde Person, bir yad insan, fremd yad deməkdir. Auf unserem Schiff, bizim gəmimizdə, das kann nicht sein. Bu ola bilməz axı. Papa kontrolliert das Schiff immer. Ata həmişə bu gəmini yoxlayır. Tut mir leid. Təəssüf. Aber ich bin wirklich ein blinder Passagier auf ihrem Schiff. Çox təəssüf ki, amma həqiqətən bizim gəmimizdə bir yad pasajir, sərnişin var. Roman kommt jetzt auch in die Küche. Roman indi mətbəxə gəldi. Und wer bist du? Roman içəri girəndə fragt Carolinas Mutter. Carolinanın anası soruşur. Bu kimdir? Ich heiße Roman. Mənim adım Romandır. Romandır. Roman deyir. Bunlar R hərfini çox şey eləyir. Ich heiße Roman. Mənim adım Romandır. Roman Schreinhuber. Roman Schreinhuber deyir. Qardaş. Ich will aber gar nicht mitfahren. Amma mən çıxıb getmək istəmirəm mitfahren. Du willst gar nicht mitfahren, çıxıb getmək istəmirəm. Und warum bist du hier auf unserem Schiff? Daha doğrusu sizinlə çıxıb getmək istəmirdim də, belə deyim. Və sonda deyir, niyə bu gəmidəsən axı? Karolinanın anası soruşur. Burada deyir ki, bu ich weiß es nicht. Mən bunu bilmirəm. Ich bin mit meinen Freunden abends in Basel. Mən axşam dostlarımla idim. Wir essen Pizza und gehen dann zum Hafen. Biz dostlarla pizza yedik və ondan sonra Hafen səhv eləmirəmsə dəmir yoludur və yaxud da limandır, bəlkə limana getdik deyir. Hafena bir dəqiqə üzr istəyirəm. Burada baxaq. Olur mənim də bəzən hansı sözlər, liman, bəli. Yadımdan çıxır. Sizinlə birlikdə təşkil eləmiş kimi oluram. Deməli, biz pizza yedik və limana getdik. Dann werde ich müde und schlafe ein. Orada mən yorğun oldum və yatdım. Und dann kommt dieses Mädchen und schreit. Və ondan sonra da bu qız gəldi və qışqırmağa başladı. Aha. Es tut mir wirklich leid. Çox təəssüflər. Roman ist jetzt sehr nervös. Roman indi çox narahat idi. Ich muss zurück nach Basel. Biz indi Basel'a qayıtmalıyıq. Meine Eltern wissen nicht, wo ich bin. Mənim valideynlərim bilmir mən də hardayam. Narahat olursan, vaxtında evində, işində ol da. Bax, gecə vaxtı sənin limanda nə işin var axı? İçib yəqin özündə olmayıb. Nəysə. Jetzt essen wir erst mal etwas. Biz indi əvvəlcə yemək yeyək. Und nach dem Mittagessen sprechen wir mit meinem Mann, sagt Carolinas Mutter. Biz indi yemək yeyək və yeməkdən sonra mən yoldaşımla danışaram. Karolinanın anası dedi. Roman denkt, ich bin ein blinder Passagier. Roman düşündü ki, mən bir yad pasajirəm də, arzu olunmaz da bəlkə belə bir şey də ola bilər. Und die Mutter ist so nett zu mir. Amma ana mənə qarşı çox mehribandır. Magst du Spätzle
fragt Carolinas Mutter. Spätzle hoşlayırsan? Carolina'nın anası soruşdu. Ja, sehr gerne. Vielen Dank, antwortete Roman. Hə, məmnuniyyətlə. Sevirəm, Roman cavab verdi. Was möchtest du trinken? Ne içmək istəyirsən? Saft, Cola, Mineralwasser, fragt Carolinas Mutter. Saft meyve şirəsidir. Eee, ondan sonra kola mı, mineral su mu soruşdu. Yəni nə içmək istəyirsən? Carolina'nın anası soruşdu. Oh je, Mama. Die Getränke sind noch im Vorratsraum. Hə ana, Carolina deyir, dərdlidir yaman. Deyir, içkilər hələ də zirzəmidədir. Ah, Caro. Ah, Caro. Roman, gehst du bitte mit Caro noch einmal in den Vorratsraum? Roman, sən yenidən bir daha Carolina ilə zirzəmiyə gedə bilərsən? Ya, klar, əlbəttə, niyə deyə olmasın ki? Caro, heißt du also, sagt Roman. Ich heiße Carolina, aber sənin adın həmçinin deyir Karodur, soruşur Roman. Yəni, ich heiße Carolina, aber alle sagen Caro. Mənim adım Carolinadır, amma hamı mənə Caro deyə müraciət edir. Kapitel 7-yə keçdik. Roman will nach Hause. Roman evinə istəyir, geri dönmək istəyir. Nach dem Essen räumt Carolina den Tisch ab. Abräumen yığışdırmaq deməkdir. Yeməkdən sonra Carolina stolu yığışdırdı. Roman hilft ihr. Roman ona kömək edir. Sie findet ihn sehr sympathisch. O, yəni burada qızdan söhbət gedir. Onu çox simpatik tapır deyək də. Findet. Ona elə gəlir deyək yaxşı. Roman, du musst deine Eltern anrufen und sie informieren, sagt Carolinas Mutter. Roman, sən valideynlərinə zəng eləməlisən və onları məlumatlandırmalısan. Es tut mir wirklich leid. Həqiqətən çox təəssüflənirəm ki, Sie jetzt ein Problem haben, sagt Roman leise. Roman deyir, çox təəssüflənirəm ki, problem yaradıram da mən sizlər üçün. Astadan deyir, das ist schon okay. Problem yoxdur. Wir finden eine Lösung. Biz bir həll taparıq. Wir finden eine Lösung. Biz həll taparıq. Yenə reklam başlayacaq, məcburuq. Startda duraq, gözləyək. Aha, kişi baltalayır. Əla. In welcher Stadt kann das Schiff halten? Fragt Roman. İndi hansı şəhərə doğru gedir gəmi? Roman soruşdu. Wir fragen meinen Vater. Biz atamızdan soruşaq. Kann uns sagen, wo wir eine Pause machen. O bizə deyər ki, biz harada fasilə edək. Komm mit, gəl. Sagt Carolina. Carolina dedi. Papa, wir haben einen Gast auf dem Schiff. Das ist Roman, einen Gast. Papa, wir haben einen Gast auf dem Schiff. Bizim gəmidə bir qonağımız var. Das ist Roman, bu Romandır. Einen Gast, ata soruşur, təəccüblənir. Ja, Entschuldigung, bağışlayın. Ich bin seit gestern Abend auf dem Schiff, sagt Roman. Mən dünəndən bəri gəmidəyəm.
Carolina erklärt ihrem Vater die Situation. Vəziyyəti başa salır atasına Carolina. Papa, wo können wir eine Pause machen? Biz harada fasil edə bilərik? Roman muss fahren nach Basel. Roman geri Basel'a getməlidir. Das ist ein Problem. Bu böyük bir problemdir. Es gibt bald Hochwasser. Tezliklə su yüksəlməsi baş verəcək. Wir können keine Pause machen. Biz fasilə edə bilmərik. Ich muss schnell nach Koblenz fahren, sagt Carolinas Vater. Biz təcili sürətdə Koblenzə getməliyik. Carolina'nın atası dedi. Und ich, fragt Roman. Bəs mən? Bunu cəmaatın gəmisinə minəndə bilməliydin də. Nəysə, bəs mən soruşdu Roman. Kannst du bis Koblenz mitfahren? Koblenzə gələ bilərsən, fragt Carolinas Vater. Bizimlə istəsə də, istəməsə də yazıq məcburdur da, sualın nə mənası var? Carolina'nın atası soruşur, bizimlə Koblenzə gələ bilərsən? Ich muss meine Eltern fragen, sagt Roman. Mən valideynlərindən soruşmalıyam ki, onlar icazə verməsələr, mən özü geri qayıtmalıyam. Burada belə bir məntiq çıxır. Hier ist das Telefon. Burada telefon var. Yəni telefon buradadır. Götür neyini sənlə. Görürsən, kontrpol vurur. Roman telefoniert mit seinen Eltern. Roman valideynlərinə zəng edir. Carolina versteht nur Grüße. Carolina sadəcə Grüße. Bayaqlar deyəndə, yəni əvvəlki videoda bu Grüßəni tərcümə etmişdik. Grüße, hallo. Yəni İsveç dilindən belə deyək. Elə tərcümə olunur. Roman spricht mit seinen Eltern Schweizerdeutsch, İsveç Alman dili kimi danışır. Mein Vater möchte gerne mit Ihnen sprechen, sagt Roman zu Carolinas Vater. Mənim atam sizinlə danışmaq istəyir, Carolina'nın atasına deyir. Linden, guten Tag. Salam əleykum. Guten Tag. Ich bin der Kapitän. Mən kapitanım. Es gibt bald Hochwasser. Tezliklə su yüksəlişi baş verəcək. Su yüksəlişi bəlkə tsunami kimi getməz. Ich muss schnell nach Koblenz fahren. Biz tezliklə Koblenzə getməliyik. Können Sie Ihren Sohn in Koblenz abholen? Gəlib oğlunuzu Koblenzdən apara bilərsiniz. O da soll mit dem Zug zurückfahren. Ya o qatarla geri qayıda bilər. In dem Moment ruft Roman. Bu anda Roman deyir, oh nein, das geht nicht. Oh yox, bu belə getməz. Mein Geld ist weg. Mənim pulum itib. Und mein Pass ist auch weg. Mənim pasportum da itib. Daha nələr itibdir. Adam özündə olmayanda elə olur da. Yenə reklam özünü salacaq bura. Yazıq. Roman ist sehr nervös. Roman çox narahat idi. Sein Vater will die Polizei informieren und wieder anrufen. Polisləri xəbərdar etdi və yenidən zəng etdi. Kapitel 8. Auf dem Flussschiff. Gəmidə. Başlıq belə gedir. Deməli, Caro zeigst du Roman das Schiff? Sagt Carolinas Vater. Caro, deyir gəmini sən Romana göstərdin. Carolina'nın atası deyir bunu. Klar papa, əlbəttə ata.
Carolina freut sich. Məmnun idi Carolina. Sie findet Roman sehr nett. O romanı çox alicənab, xoşagəlimli tapmışdı, belə deyim. Also, hier ist das Wohnzimmer. Burada yaşayış otağıdır. Die Küche kennst du ja schon, oxunan artıq bilirsən. Und hier ist das Schlafzimmer. Burada yataq otağıdır. Das ist mein Zimmer. Bu mənim otağımdır. Und hier ist noch ein kleines Zimmer für Gäste. Burada da kiçik bir otaq var qonaqlar üçün. Das Bad ist da vorne. Deməli, hamam da burada qabaqdadır. Und es gibt noch einen Vorratsraum. Həmçinin burada zirzəmi də var. Sagt Roman. Roman artıq buraları zirzəminin olduğunu yerdə bilir. Haha, Carolina lacht. Carolina güldü. Wohnst du immer hier? Fragt Roman. Sen həmişə burada yaşırsan? Nein, ich bin nur in den Ferien auf dem Schiff, antwortet Carolina. Yox, mən sadəcə tətildə olduğum üçün buradayam. Ich bin zum ersten Mal auf einem Flussschiff. Mən birinci dəfədir ki, gəmidəyəm. Ich finde es sehr interessant. Mən çox maraqlı tapdım. Na ja, manchmal ist es auch langweilig, amma bəzən də bu sıxıcıdır. Was transportiert das Schiff heute? Fragt Roman. Bu günləri gəmi nə daşıyır? Səni daşıyır, nə daşıyacaq? Cəmaatın gəmisinə minmisən. Wir transportieren Maschinen nach Koblenz. Biz maşınları Koblenzə transportasiya daşıyırıq, aparırıq. In Koblenz ist doch die größte Burg Deutschlands, sagt Roman. Deməli, Koblenzdə Almaniyanın böyük şəhərlərindən biridir, deyir Roman. Ja, die Festung Ehrenbreitstein. Maraqlı bir söz idi. Elə maraqlı söz olduğuna görə də o hissəsini keçirəm. Kimin üçün maraqlı olsa yazsın, tərcüməsinə baxsın. Caro, Roman. Roman, kommt ihr bitte mal. Zəhmət olmasa gəl, ruft Carolinas Vater. Carolina'nın atası deyir. Die beiden laufen schnell nach oben. İkisi də cəld şəkildə yuxarıya qalxır. Roman, dein Vater hat angerufen. Roman, sənin atan zəng eləyib. Sagt, die Polizei sucht eine Bande. Polislər bir banda axtarır. Eine Bande. Bir banda, bir grup. Soruşur. Ja, eine Gruppe von Kriminellen. Bir kriminal grup axtarır. Sie haben ein Spray. Onların bir spreyləri var. Und das Spray macht sie müde və o sprey insanları çox yorğun edir. Dann nehmen sie die Geld und pass weg. Və onlar pulları və pasportu götürür. Carolina findet diese Geschichte sehr interessant. Carolina bu xəbəri çox maraqlı tapdı. Polizei, eine Bande, kein Pass, kein Geld, polislər, bir qrup, ondan sonra heç bir pasport yoxdur, ondan sonra pul yoxdur. Nəsə, bunun üçün Carolina üçün maraqlı gəlir bu söz-söhbət. Qız həyəcan axtarır yəqin. Roman, du kannst bis Koblenz mitfahren, sagt Carolinas Vater. Roman, Koblenzə gələ bilərsən. Artıq neçənci dəfədir bu Carolina'nın atası da öldürüb söhbəti. Wirklich, həqiqətən sehr gerne. Çox məmnuniyyətlə. Ich war noch nie in Koblenz. Mən heç vaxt Koblenzdə olmamışam. Roman freut sich. Roman çox sevindi. Bayaqdan niyə sevinmirdin ki? Und Carolina freut sich auch. Və Carolina da həmçinin sevindilər. Beləcə, xoşbəxt, məmnun. Davam edək, görək.
Nəysə, bu artıq 9-cu kapitaldır. 9-cu kapital üçün də ayrıca bir video hazırlayacağam ki, çox uzun olmasın. Belə, hələlik.